Salamlayıram hər birinizi yeni mövzu izahatımızdan. Bugün Yunanistan mövzusunun ikinci hissəsi ilə izahatımızı davam elətdirəcəyik. Baxırıq Yunan Əhəməni müharibələrinə. Tamam, Yunan Əhəməni müharibələri nə zaman başlayıb? Yunan Əhəməni müharibəsinin başlamasının səbəbi eradan əvvəl 6-cı əsrin sonlarında gizlidir. Niyə? Bu dövrdə məhz belə deyək ki, Əhəmənilər Kiçik Asiyadakı Yunan şəhər dövlətlərini ələ keçirir, Yunan koloniyalarını daha doğrusu və həmçinin Ege dənizi sahilindəki belə deyək ki, Yunan şəhər dövlətlərinin ərazisi də ələ keçirilir. Buranın nəzərinizdə saxlayın, tutalım Yunanistan olsun, biraz belə deyək ki, əyani şəkildə girir. Kiçik Asiya, bugünkü Kiçik Asiya deyiləndə Türkiyə nəzərdə tutulur. Kiçik Asiyanın qərb sahillərindəki Yunan koloniyaları və həmçinin Ege dənizində Xırdalı irili nə qədər adalardır ki var, orada Yunan şəhər dövlətləri var idi və Əhəməni hökmdarı 1-ci Dara bunların hamısını ələ keçirmişdi. Lakin 6-cı əsrin sonunda Afina şəhər dövlətinin verdiyi dəstəklə birlikdə həmən bu koloniyalarda Əhəmənilərə qarşı üsyan başlayır. Və 1-ci Dara həmən bu üsyanları yatırandan sonra bu üsyanın birbaşa kökünü kəsmək qərarına gəlir. Üsyanın kökü haradaydı? Attika əyaləti. Yəni Orta Yunanistanda hansı şəhər dövləti? Afina şəhər dövləti. Afina şəhər dövlətinin sonuna çıxmaq lazımdır. İlk dəfə hansı Əhəməni hökmdarı Yunanistan'a müharibə edib? Söhbət gedir 1-ci Daradan. Görək 1-ci Dara nə iş görəcək? 1-ci Dara öz ordusu ilə gəlir Afinanın yaxınlığına qədər 490-cı il eradan əvvəl döyüşümüz Marafon döyüşü. Marafon yaxınlığında baş verən, Marafon düzənliyində daha doğrusu baş verən döyüşdə Afina ordusu qalib gələcək. Qalib gəlməsinin isə səbəbi Afina ordusunda bu dövrdə belə deyək ki, ordu komandanı Miltiad adlı bir şəxsdir və Miltiad belə bir strategiya qurur. Mərkəzə zəif ordu yığır, cinahları isə gücləndirir. Və daha sonra Əhəmənilər zəif mərkəzə hücum edən zaman cinahlardan mühasirəyə alaraq Əhəməni qüvvələrini tam xalqanı bağlayır və orada düşməni çıxaraq məğlub edir. Deməli, Miltiad eradan əvvəl 490-cı ildə Yunan hərbi qüvvələrinə rəhbərlik edir və bu strategiyası nəticəsində Marafon düzənliyində qalib gəlir. Əfsanəyə görə, yəni rəvayətlərə görə daha doğrusu, bir nəfər Yunan əskəri 42 kilometr Marafon düzənliyindən Afina şəhərinə qədər durmadan qaçaraq gəlir, Afina şəhərinə çatır və orada biz qalib gəlmişik deyir və ürəyi partlayaraq orada ölür. Və bu hadisədən sonra hal-hazırda demək olar ki, hər il keçirilən Marafon oyunları məhz onun, belə deyək ki, anmaq üçün, onu yad etməkdən üçün keçirilən bir oyundur. Hal-hazırda da dünyada bu oyun, Marafon oyunu həyata keçirilir. Məhz elə bu səbəbə görə 42 kilometr hər il qaçışlar təşkil olunur. Tamam, Yunan Əhəməni müharibəsinin birinci müharibəsi olan Marafon döyüşündə qalib gələn tərəf Yunanlılardır. Bəs ikinci, 1-ci Daradan sonra hansı Əhəməni hökmdarı bura yürüşə gəlir? Söhbət gedir Əhəməni hökmdarı Kserksdən. Adını Kserkopya ilə də yadda saxlamaq olar. Kserks görək neyək? Kserks gəlir eradan əvvəl 480-ci ildə Fermopil keçidi bildiyimiz kimi Şimal və Orta Yunanistanı bir-birindən ayırır. Burada baş verən döyüşdə Yunanlıların ordusuna Spartalıların rəhbəri Leonid 300 nəfərlə rəhbərlik edib. 300 nəfərlik Sparta qüvvəsi Fermopil keçidini müdafiə etməyə çalışır, lakin Kserksin çoxsaylı qüvvələri Leonidi məğlub edir və Fermopil döyüşünün nəticəsi eradan əvvəl 480-ci ildə Yunanların məğlubiyyəti ilə nəticələnir. Əhəmənilər döyüşün nəticəsində Orta Yunanistanı işğal edirlər. Deməli, 480-ci il hansı döyüş? Fermopil keçidi döyüşü. Yunanlardan kimlər vuruşur burada? Spartalılar rəhbər Leoniddir. Sparta qüvvələrinə rəhbərlik edir, 300 nəfərdən ibarət. Keçidi tutmağa çalışırlar, ancaq bacara bilmirlər. Üstün qüvvəyə malik olan Kserksin Əhəmənilərin ordusu qalib gəlir və nəticədə Fermopil döyüşünün nəticəsi nədir sizdən soruşulsa, Orta Yunanistan Əhəmənilər tərəfindən ələ keçirilir. Davam. 480-ci il Salamin dəniz vuruşması.
Eyni ildə 480-ci ildə dənizdə böyük bir vuruşma olacaq və bu Salamin dəniz buxtasında baş verən döyüş tamamilə müharibədə dönüş nöqtəsi yaradacaq. Yunanların bu dövrdə bir gəmi növü var. Triera adlanır. Yadda saxlayaq Triera. Triera nədir? Trieralar daha balaca ölçülüdür və daha sürətli çevik hərəkət etməyi bilirlər. Və Salamin dəniz döyüşündə bu trieralara baxanda Əhəmənilərin gəmiləri daha böyük olurdu, daha iri cüssəli olurdular və bu gəmiləri hərəkət etdirmək, manevr qabiliyyətləri çox zəif idi. Və Yunanlılar öz kiçik gəmilərinin manevrlarına güvənərək sürətli bir şəkildə Əhəmənilərin böyük gəmilərini döyüşdə batırırlar. Və 480-ci il Salamin buxtasında baş verən döyüş kimin qalibiyyəti ilə başa çatır? Yunanlıların. Yunanlılar 480 Salamin döyüşündə qalib gəlirlər və bir il sonra əsas bir döyüş daha 479 Plateya döyüşü. 479-cu ildə baş verən Plateya döyüşü quru döyüşüdür və bu döyüşdə Əhəməni qüvvələri tam şəkildə məğlub olunur, Yunanlar qalib gəlir və bütün Əhəməni qüvvələrini Orta Yunanistandan çıxarırlar. Döyüşlərə bir daha nəzər yetirək. Döyüşlərimizdə nədən söhbət getdi? İlk dəfə həmən hökmdar 1-ci Dara idi gələn. Səbəb Kiçik Asiyanın qərbindəki bu ərazilər və həmçinin adalardakı Yunan şəhər dövlətlərini Afina neynirdi? Üsyana qaldırırdı Əhəmənilərə qarşı. Və 1-ci Dara bundan istifadə edib artıq Yunanistanın bir yolluq ələ keçirmək istəyir. 490 Marafon döyüşü qalib Yunanlılar. 480 Fermopil döyüşü qalib Əhəmənilər. Nəticəsi Orta Yunanistan Əhəmənilər tərəfindən ələ keçirildi. 480 Salamin dəniz döyüşü nə baş verir? Qalib gələn tərəf Yunanlılar olur. Triera çevik gəmilər sayəsində. Bir il sonra 479 hansı döyüş? Döyüşümüz adlandı Plateya döyüşü və qalib gələn tərəf kim oldu? Qalib gələn tərəf isə oldu Yunanlar. Və döyüşün nəticəsində Plateya döyüşünün nəticəsində Orta Yunanistandan Əhəmənilər çıxarılır. Bundan da müharibənin quru döyüşləri olan hissəsi başa çatır. Ancaq dənizdə müharibələr hələ bir 30 il davam edir. Ta ki 449-cu ilə qədər. Bir məsələ var. Bu müharibənin gedişində Afina şəhər dövləti bir ittifaq yaradır. Afina dəniz ittifaqı. Afina dəniz ittifaqına Yunan şəhər dövlətləri daxil idi və bunların əsas məqsədi Əhəməniləri məğlub etməkdir. Və həqiqətən də Afina dəniz ittifaqı 449-cu ilə qədər davam edən müharibədə qalib gələcək və 449-cu ildə Əhəməni imperiyası ilə Afina Yunan şəhər dövlətləri arasında sülh müqaviləsi olacaq. Müqavilənin şərtlərinə baxın görün nədir? Müqavilənin şərtlərinə görə Əhəməni imperiyası Kiçik Asiyadakı Yunan şəhər dövlətləri, həmçinin Ege dənizində adalarda yerləşən Yunan şəhər dövlətlərinin müstəqilliyini tanımalıdır. İkincisi, Əhəməni ordusuna aid hərbi donanma Ege dənizi sahillərində üzə bilməz. Müqaviləmizin şərtləri nə oldu? 449-cu ildə imzalanıb 1. Kiçik Asiyadakı Yunan şəhər dövlətləri və həmçinin Ege dənizində adalarda yerləşən Yunan şəhər dövlətlərinin müstəqilliyi Əhəmənilər tərəfindən tanınır və həmçinin Əhəmənilər bir daha Ege dənizində hərbi donanma üzdürə bilməz. Və bu müharibənin nəticəsində uşaqlar biz deyirik. Eradan əvvəl 5-ci əsrdə Aralıq dənizi hövzəsində söhbət Aralıq dəniz sahillərində gedir. Ən böyük və ən güclü dövlət kim oldu? Afina şəhər dövləti və Afina dəniz ittifaqı gücləndi bu döyüş nəticəsində, müharibə nəticəsində və Afinanı artıq bu dövrdən başlayaraq dənizlərin sahibi adlandırırlar. Yadda saxlayaq. Dənizlərin sahibi. Söhbət kimdən getdi? Afinadan yadda saxlayaq. Davam edək. Yunan Əhəməni müharibəsi yekunlaşdığına görə biz danışaq bu dövr haqqında Periklın siyasətindən. Baxaq, Perikl bu dövrdə kimdir, nə işlə məşğul olur? Biz bildik ki, 6-cı əsrin sonunda nə baş verdi? Tiranlıq devrildi və nə oldu? Yunanistan demokratiyanın Yunanistanda əsas qoyuldu. Hələ ki əsas qoyuldu. Tam şəkildə demokratiya yaranmıyor. Demokratiyanın əsası bünövrət qoyuldu. Hansı hadisə nəticəsində? Solon islahatları və tiranlığın devrilməsi nəticəsində. Daha sonra baxırıq. Perikl eradan əvvəl 443-dən 28-ci il aralığına qədər hakimiyyətdə oldu. Periklın hakimiyyət illəri
443, 428. Bu hakimiyyət illəri ərzində, 15 il ərzində Perikl nə işlər görür? Perikl özü varlı ailədə anadan olubdur. Ancaq Periklın strateqliyi dövrünü biz adlandırırıq Afina şəhər dövlətində, ümumiyyətlə Yunanlarda demokratiyanın çiçəklənməsi dövrü. Demokratiyanın çiçəklənməsi. Niyə? Nə iş görür ki Perikl? Baxaq. Birincisi, yoxsullara vəzifə tutmaq imkanı verir. Solon islahatında nə demişdik? Yoxsullar vəzifə tuta bilməzdi. 2. Periklın islahatına görə yoxsullara vəzifə tutmasına görə hətta maaş da ödəniləcəkdi. Üstəgəl yoxsulluğa görə taxıl, maddi yardım falan olunurdu yoxsullara və həmçinin müharibədə yaxınlarını itirən, ata-ana, qardaş bacısını itirən kəslərə belə deyək ki, dövlət tərəfindən müavinatlar, yəni sosial yardımlar olunurdu. Deməli, Periklın siyasətinin nəticəsi nə oldu? Periklın apardığı islahatlar 15 il ərzində strateq olduğu dövrdə nələr baş verir? Onun strateqliyi dövründə Yunan şəhər dövlətində yoxsullar artıq vəzifə tuta bilər. Bütün Afinalıların, ümumiyyətlə, bütün Afinalıların səlahiyyətləri artırılır. Yoxsul Afinalılar vəzifə tuta bilər, hətta bu vəzifəyə görə maaş ala bilər. Əgər ki, kasıb, yoxsul bir ailə varsa Yunanistanda, həmən onlara sosial yardımlar təyin olunur, həmçinin müharibədə yaxınları ölən kəslərə sosial müavinətlər, yardımlar edilirdi Periklın strateqliyi dövründə və xalq yığınacağı. Diqqət, xalq yığınacağı haqqında birinci hissədə də məlumat vermişdik. Periklın strateqliyi dövründə görünüş xalq yığınacağı artıq neyilir? Periklın strateqliyi dövründə xalq yığınacağı. Baxın, görək səlahiyyətlərinə aid. 1. Müharibə sülh məsələlərinə bax. 2. Qanunlar qəbul edir. 3. Ölkəni bir il ərzində idarə etməkdən ötəri strateqlər, xəzinədarlar, ümumiyyətlə ölkənin məmurlarını seçir. Gördük, dövlətin idarə olunması ilə bağlı bütün hər bir şey kimdən asılıdır? Xalq yığınacağından. Dövlətin xarici siyasəti, dövlətin daxili siyasəti, məmurların vəzifəyə qoyulub çıxarılması, strateginin seçilməsi, qanun qəbul olması, müharibə sülh məsələlərinin həll olunması, bunlar hamısı kimin səlahiyyətindədir? Xalq yığınacağının. Və xalq yığınacağında kimlər iştirak edə bilər? 20 yaşını doldurmuş bütün azad Afina kişi əhalisi burada xalq yığınacağında iştirak edə bilər. 20 yaşda olmalıdır kişi və həmçinin azad insan olmalıdır. Bura diqqət. Yadda saxladıq. Ümumiyyətlə Solon islahat dövründən artıq xalq yığınacağı demək olar çox şey əlinə götürmüşdü. Ancaq tiranlığın devrilməsindən sonra 6-cı əsrin sonunda artıq xalq yığınacağı demək olar ki, ölkəni tək başına idarə edir. Və Periklın dövründə isə xalq yığınacağının səlahiyyəti daha da artır və ona görə biz deyirik 6-cı əsrin sonunda Afinada tiranlıq devriləndən sonra demokratiyanın əsas qoyulur. Periklin strateqliyi dövründə isə tam şəkildə Afinada nə baş verir? Demokratiyanın çiçəklənmə dövrü. Yəni demokratiya daha da çox inkişaf edir. Yadda saxlanıq. Periklın dövrünü keçdik. Gələk. İndi bir müharibəmiz daha var. Müharibəmiz kimlər arasındadır? Təbii ki, keçmiş müttəfiqlər. Daha doğrusu iki zid rejim arasında. Biz bilirik, Yunanistan təbiətə görə 3 hissəyə bölünür. Düzdür? Doğrudur. Tamam, baxaq. Şimali, orta, cənubi. Orta Yunanistan Attika adlanır və burada Afina şəhər dövləti yerləşir. Cənubi Yunanistan Peloponnes adlanır və buranın ən güclü şəhər dövləti isə Spartalılar. Eradan əvvəl 431-404. İki müxtəlif rejim arasında. Belə baxaq. Afinada demokratiya, yəni demosun hakimiyyəti var, xalq hakimiyyətləri, demokratiyadır orada rejim. Spartada isə rejim oliqarxiya rejimi, azların hakimiyyətidir. Tamam. Bu iki rejim arasında müharibənin əsas səbəbləri nədir bəs? Tamam. Həmçinin bunlar arasında müxtəlif rejim fərqləri iki dövlətin qabaq-qabağa gəlməsinə gətirib çıxardı. Bunu bildik. Bəs əsas səbəblər? 1. Qonşu ölkələrin ərazisini işğal eləmək istəyi və həmçinin pul məsələsi, ticarət və həmçinin ticarət məsələsi. Uşaqlar, yadda saxlayaq. Afina, Sparta şəhər dövlətlərini bir-biri ilə ilk öncə qarşı-qarşıya gətirən siyasi rejimlər olur. Afina demokratik dövlət idi, Sparta isə oliqarxik. Davam edək. İki dövlət arasındakı müharibənin əsas səbəbləri isə ticarətdə üstünlük əldə etmək və həmçinin qonşu ölkələrin ərazisini daha çox torpaq ələ keçirmək. Tamam.
müharibənin gedişatından da baş verir. Uşaqlar, bu müharibə tarixi həmçinin bir adla da yadda qalır. Bu müharibəyə biz deyirik Peloponnes müharibəsi. Peloponnes müharibəsi olaraq bu döyüş tarixə düşüb. Cənubi Yunanistanın adı ilə bağlıdır. Peloponnes müharibəsi deyiləndə ağlımıza Afina, Sparta arasında gedən müharibə nəzərimizə gəlməlidir. Söhbət 431-404-cü il arasında olan müharibədən gedir və müharibənin nəticəsində Sparta şəhər dövləti qalib gəlir. Afina dəniz ittifaqı var idi. Nə zaman sona çatır Afina dəniz ittifaqı? 404-cü ildə. Peloponnes müharibəsi nəticəsində Afina dəniz ittifaqı məğlub olur və Sparta şəhər dövləti tərəfindən Afina dəniz ittifaqı qanuni şəkildə ləğv olunur. Yadda saxladıq. Tamam. Bəs bu Afina və Sparta arasında baş verən bu müharibə Yunanistanın ümumiyyətlə tarixinə necə təsir göstərəcək? Bunun nəticəsi ondan ibarət olur ki, Yunanistan şəhər dövlətləri zəifləyir, xaricdən işğal olunması üçün şərait yaranır. Artıq zəifləyir və gələcəkdə Makedoniya dövləti ki yaranacaq. Makedoniya dövləti artıq zəifləmiş, pis vəziyyətdə qalmış, çökmüş Yunan şəhər dövlətlərini rahat bir şəkildə ələ keçirəcək. Tamam. Gərək indi isə daxil olaq, mədəniyyət haqqında danışaq, qulaq asaq. Tamam. Yunan mədəniyyəti. Baxaq. Birinci Yunanların dini anlayışlarına baxaq. Yunanlar da çox tanrı dinə sitayiş edirlər, bunu bilirik. Zevs baş tanrı, Poseidon dəniz, Aid yeraltı tanrıdır. Zevs, Poseidon və Aid. Bunlar əsas üç tanrıdır, güya ki üçü qardaşdırlar. Zevs bunların arasında baş tanrıdır. Digərləri isə belə deyək də üç qardaş birlikdə dünyanı idarə edirlər. Və tanrıların əsas yaşadığı yer isə Cənubi Yunanistanda yerləşən, yəni Peloponnesdə olan Olimp dağıdır. Güya ki Yunan tanrıları həmən Olimp dağında yaşayırlar və orada qalırlar. Tamam, başqa hansı tanrılarımız var? Bizim burada Muza tanrısı var. Muza elm və incəsənəti belə deyək ki qoruyan ilahədir. Bizim bu dövrdə Afina var. Afina döyüş tanrısıdır, müharibə tanrısıdır. Bundan başqa Herakl var, Dionis var. Bizim üçün burada hansı tanrılarımız var? Demək olar bir çoxunun adını çəkdiyi Apollon var, Helios, günəş tanrısı var, Apollon, belə deyək, işığın tanrısı kimi olaraq Apollon təsvir olunur. İşığın, aydınlığın tanrısı olaraq qeyd olunur. Bu kimi tanrılarımız var ki, bunlar hamısı nədir? Yunan mifologiyasına aid çox tanrılı dinlər, belə deyək, çox tanrılığın sübutu, çox tanrılı, belə deyək ki, mifologiyadakı allahların adları. Harada yaşayırlar? Olimp dağında. Olimp harada yerləşir? Cənubi Yunanistan, yəni Peloponnesdə. Tamam. Davam edək görək. Bu dövr üçün biz başqa nə danışaq? Biraz Yunanistan təhsilindən danışaq. Yunanistanda məktəblər var. Həmçinin yüksək təhsil verilir və burada belə deyək ki, uşaqlar, şagirdlər. Şagirdlər arasında ayrı seçkilik var. Təbii ki, qədim dünya dövründən söhbət ediriksə, burada sadəcə olaraq varlı ailələrin uşaqları oxuyur və həmçinin azad olmalıdır. Bunlar yadda saxlayaq. Burada onlara yazı yazmaq öyrədilir. Stil adlı çubuqlar var ki, bu stil çubuq nədir? Ucu bizdir, ucu ilə yazı yazır, arxası isə cod bir şeydir və ondan isə yazını pozmaqdan ötəri istifadə edir. Elə bilin ki, bu dövrdəki qələmin, pozanlı, karandaşın bir taydır stilus qələmi. Həmən o stil çubuqlarından istifadə edərək yazı yazıb pozurlar. Tamam. Bəs burada şagirdlərə məktəbdə əsasən nələr öyrədilir? Ən əsası fəlsəfədən başqa ilk öncə Yunanda şagirdlərə öyrədilən şey Homerin İlyada və Odiseya əsərləridir. Homer kör şairdir, Yunanistanın kör şairidir və fikirləşin ki, bu ən böyük Yunan, belə deyək ki, mədəniyyətinə aid ən uğurlu əsərlər olan İlyada və Odiseya iki dastanda, bu iki poemanda gözü kör bir vəziyyətdə sadəcə diktə elətdirərək yazıbdır. Və bu əsər 8-ci əsrdə yazılıb, hər ikisi İlyada və Odiseya. 6-cı əsrdə isə artıq yazılı şəkildə köçürülüb, qeydə alınıbdır. Tamam, davam edək. Bu dövr haqqında biz danışaq teatrlarda. Eradan əvvəl 5-ci əsr. Eradan əvvəl 5-ci əsrdə bütün Yunan şəhər dövlətlərində yeni bir əyləncə mərkəzi,
Teatrlar yaranır. Teatr xalq tamaşası deməkdir, səhnə deməkdir sözün mənası. Belə baxaq, Yunanıstanda bu teatrlar nələrə fayda verirdi, nə göstərilirdi orada? Təbii ki, orada tamaşalar göstərilirdi. Tamaşanın göstərilməsi üçün teatrın qarşısında orkestra deyilən bir yer olurdu. Orkestr deyəndə bugünkü ağlınıza gələn o musiqiçilərin oturduğu yer yox. Teatrda orkestra deyiləndə o dövr üçün belə deyək, aktyorların, aktrisaların iştirak elədiyi, çıxış elədiyi yer, səhnə nəzərdə tutulur. Həmçinin deməli orkestra nə oldu? Səhnə. Diqqət, tamaşa göstərilən səhnədir, orkestra. Orkestranı bəzəmək üçün dekorasiyalardan istifadə edirdilər. Dekorasiya, bəzək, düzək əşyaları, bu kimi şeylər. Bəs burada hansı tamaşalar göstərilirdi? Hansı janrlarda əsərlər göstərilirdi? Burada komediya janrında, tragediya janrında, həmçinin ilk pyeslər Yunanistan tarixinə aiddir və burada tamaşaya qoyulubdur. Baxaq, komediya nə deməkdir? Şən sakinlər mahnısı. Komediya sözünün mənası Yunan dilindən gəlir. Şən sakinlər mahnısı deməkdir. Tamaşalarda komediya janrından istifadə olunurdu. Tragediya, baş qəhrəmanın əsərin sonunda faciəvi şəkildə ölümü ilə yekunlaşan əsərlər tragediya adlanır. Bu da Yunanistan tarixinə gelib çıxır. Qədimdə tragediyanın ilkin variantları və həmçinin ilk pyeslər. Pyesləri, yəni tamaşa üçün yazılmış əsərlər. İlk pyeslər kimlərə aiddir? Eschil, Sofokl. Bu ikisi kimdir? Yunanistanda ilk pyesləri yazan şəxslərdir. Sofokl və Eschil. Və hal-hazırda da o dövrdə də Afina teatrında onların heykəli qoyulmuşdur. Sofoklla Eschilin şərəfinə. Davam elətdirək, biz burada danışaq. O dövr üçün Yunanistanda sırayla baxaq görək. Hansı şəhərlər elmin mərkəzi sayılırdı? Bizim burada 3 şəhərimiz var. Milet, İonia və Afina. Diqqət. İlk öncə, yəni söhbət gedir 6-cı əsrdən, belə deyək, Yunanistanda elmin, mədəniyyətin mərkəzi hansı şəhərlər olub eradan əvvəl 6-cı əsr sizdən soruşulursa, cavab verməlisiniz Milet şəhəri və İonia şəhəri. Bəs eradan əvvəl 5-ci əsrdə hansı şəhər Yunanistanda elm mərkəzi, Yunan elminin mərkəzi şəhəri olub? Afina. Afina uşaqlar eradan əvvəl 5-ci əsrdə bütün Aralıq dənizi hövzəsində ən güclü dövlətə çevrilir və təbii ki, ən güclü dövlət də elm sahəsində necə olar? Ən güclü, belə deyək ki, dövlət olar və elm harada inkişaf edir? Afinada. Deməli, Yunanistanda 3 şəhərimiz oldu. Elm, mədəniyyət mərkəzləri Afinadan qabaq deyək. Milet, İonia, bunlar eradan əvvəl 6-cı əsrə aiddir və digər isə Afina şəhəri, bu isə eradan əvvəl 5-ci əsrdə Yunanistanda elm və mədəniyyətin mərkəzi olmuşdur. Davam edək. Bu dövr bəzi alimlərimizdən danışaq. Məsələn, Demokritin adını çəkək. Demokrit kimdir? İlk dəfə dünyanın atomlardan, kiçik xırda zərrəciklərdən ibarət olması barədə fikir, fərzi irəli sürübdür. Herodot, artıq yəqin ki, Herodotu hər biriniz tanıyarsınız. Eradan əvvəl 6-cı əsrdə yaşayıb, Yunan Əhəməni müharibələrinin tarixinə həsr olunmuş bir əsər, tarix əsərini yazıbdır. Kitabının adı Tarix adlanır və ümumiyyətlə tarix elminin əsasını qoyan şəxs elə Herodotun özüdür. Boş yerə onu tarixin atası adlandırmırlar. Və həmçinin onun yazdığı tarix əsəri Ön Asiya ölkələri, Misir, Mesopotamiya və həmçinin Azərbaycanın tarixi üçün də mühüm tarixi mənbə hesab olunur. Baxaq buradan biz Hipokrat anında yəqin ki, eşidibsiz. Hipokrat tibb elminin belə deyək, əsasını qoyan şəxslərdən biridir və o deyirdi ki, xəstəni müalicə etməkdən ötəri həkim mütləq şəkildə dəstək olmalıdır. Xəstəni müalicə etməyin ən əsas yolu həkimin xəstəyə motivasiya verməsi, ona dəstək olmasından ibarətdir. Həm sadəcə dərman preparatları ilə deyil, həmçinin düşüncə tərzi ilə. Davam edək. Baxaq buradan Aristotel. Aristotel isə kimdir? O dövrün əsas fəlsəfə, belə deyək ki, yazarlarından biri, böyük elm xadimlərindən biri olub və ilk dəfə fənlərə adları kim verib? Riyaziyyat, botanika, biologiya, bu kimi fənlərə adları kim verib? Aristotel. Aristotel haqqında maraqlı bir məlumatımız daha var. Birazdan Makedoniyalı İskəndərin
Şərqə yürüşü barədə, Makedoniyalı İskəndərin tarixi barədə danışacağıq. Burada da vurğulayaq İskəndərin müəllimi Aristotel olub. Aristotelin bir digər adı Ərəstundur. Və İskəndər öz həyatı haqqında danışarkən belə bir məlumat verir ki, bizə, bəs mənim atam Filip mənə həyat veribdi, həyatı öyrədibdi. Ancaq Aristotel isə mənə ləyaqətli yaşamağı öyrədibdi. Belə bir maraqlı bir epizod İskəndərin həyatında, İskəndərin dünya görüşünün formalaşmasında Aristotel mühüm rol oynamışdır. Bunu yadda saxlayaq. Davam edək. Biz baxaq bir də buradan mədəniyyəti yekunlaşdırmaqdan ötəri Olimpiya oyunlarımıza. Yunanistanda ilin hesablanması 776-cı ildən. İlk il Olimpiya oyunları, birinci Olimpiya oyununun keçirildiyi ildən hesablanır Yunanistanda. Eradan əvvəl 776-cı ildə. Deməli, baxaq görək, Olimpiya oyunları nədir ki? Olimpiya oyunları Olimp dağındakı o tanrıların şərəfinə düzənlənən oyundur və hər səfərində bu yarışma keçiriləndə nə baş verir? Müharibələr 4-5 gün ara verir. Bütün Yunanistanda müharibələr dayandırılır. Bir məşəl qalanır, Olimpiya məşəli və daha sonra isə müxtəlif yarış növləri həyata keçirilir. Bu yarışmaların içərisində döyüş, tullanmaq, hoppanmaq, ən əsas da ən maraqlısı və ən çətin yarışması 4 at qoşulmuş arabaların bir-biri ilə yarışmasıdır ki, həyati riski olan çox ağır bir oyundur. Bəs bu oyunun həyata keçirilməsində məqsəd nədən ibarətdir? Qazanan nə əldə edir? Qazanan sadəcə olaraq çələnglə, yəni bildiyiniz ağacdan, çiçəklərdən düzəldilmiş çələnglə mükafatlandırılır və həmçinin ona öz vətənində heykəl tikilir. Və bu da təbii ki, o dövrdə məşhurlaşmaq istəyən və şöhrətpərəstliyin arxasınca qaçan hər bir kəs üçün belə deyək ki, maraqlı bir hadisə idi. Tamam. Beləliklə, Olimpiya oyunları zamanı müharibələr dayandırılır. Eradan əvvəl 776-cı ildən keçirilir. Tanrıların belə deyək şərəfinə həyata keçirilir. Müharibələr dayandırılır. Ən əsas oyun isə belə deyək 4 at qoşulan araba oyunu olmuşdur və ən risklisidir. Bəs deyə bilərikmi? Qadınlar yarışmalarda iştirak edib və yaxud yarışmalara baxmağa gələ bilərmi? Xeyr. Qadınların buraya gəlməsi, yarış meydançasına çıxması, həmçinin səhnədə olması filan bunlar qadağan idi və həmən qadınlar ölüm cəzası ilə cəzalandırılırdı. Bunu da yadda saxlayaq. Davam edək. Danışırıq biz Makedoniya imperiyasından. Başlayaq. Makedoniya imperiyasının paytaxtı Balkan yarımadasının ümumiyyətlə cənubunda yerləşir. Təxminən bu hissələrdə paytaxtı Terla şəhəri olubdur və Makedoniya dövlətinin ən qüdrətli hökmdarlarından biri bu dövrlərdə söhbət gedir eradan əvvəl 4-cü əsr 2-ci Filip olubdur. 2-ci Filip görək necə bir hökmdar olub, ölkəni gücləndirib, güclü nizami ordu yaradıbdır və daha sonra 431-404-cü il Peloponnes müharibəsi nəticəsində Afina və Sparta şəhər dövlətləri, həmçinin digər Yunan şəhər dövlətləri həddindən artıq dedik zəifləmiş və xarici işğal üçün zəmin yaranmışdı. Və bu dövrdə 2-ci Filip Yunan şəhər dövlətlərinin zəiflədiyini görüb, onları işğal eləməyə başlayır. Eradan əvvəl 338-ci il. Danışırıq Xeyroneya döyüşündən. Eradan əvvəl 338-ci ildə Xeyroneyada baş verən döyüş nəticəsində Yunanların orduları Makedoniya ordularına qarşı müqavimət göstərə bilmir və biz hətta belə deyək ki, dramatik dillə ifadə edəcək olsa, Xeyroneya döyüşü Yunan müstəqilliyinin dəfni olur. Yunan müstəqilliyi Xeyroneya döyüşündə, Xeyroneya düzənliyində dəfn olunur. Belə ki, Yunanlar üstün Makedoniya qüvvələrinə qarşı mübarizədə məğlub olurlar və hətta ilk dəfə burada biz İskəndəri, Makedoniyalı İskəndəri görürük. 18 yaşlı İskəndər, 338 Xeyroneya döyüşünə 18 yaşı var idi. İlk dəfə döyüş məharətlərini döyüş meydanında göstərir. Və beləliklə Xeyroneya döyüşü nəticəsində Sparta şəhər dövlətindən başqa bütün Yunan şəhər dövlətləri Makedoniyanın təsiri altına düşür. Diqqət! Testlərdə uşaqlar səhv yazır. Niyə səhv yazır? Bu dövrdə Makedoniyalı İskəndər hökmdar idi, yoxsa sadəcə bir şahzadə idi?
Təbii ki, şahzadə idi. Hələ 18 yaşı var idi. Xeyronea döyüşü. Yunan şəhər dövlətlərinin Makedoniya tərəfindən işğalı kimin dövrünə düşür? 2-ci Filippin. Diqqət! Makedoniya hökmdarı 2-ci Filippin dövrünə düşür bu hadisə. Yadda saxlayaq, qarışdırmayaq. İskəndər sadəcə olaraq döyüşdə iştirak edir. Bəs baxaq, Yunan şəhər dövlətlərinin daxili müstəqilliyi də ləğv olunmuşdu bu müharibə nəticəsində. Yoxsa onlar daxildə müstəqil idilər? Yunan şəhər dövlətləri daxildə müstəqilliklərini qoruyub saxlayırdılar. Buna diqqət yetirək. Onların öz daxili müstəqillikləri var idi. Sadəcə olaraq Makedoniyadan asılı idilər. Davam edelim. Baxırıq 336-cı ilə. 336-da 2-ci Filip sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə gənc yaşda kim çıxır? 20 yaşlı İskəndər. Artıq İskəndər hökmdardır. 534-cü ildə İskəndər şərqə doğru yürüşə başlayır. Hədəf Əhəməni imperiyasıdır. Tamam. Baxaq görək. Onun elədiyi yürüşdə nə baş verəcək? İlk öncə 334-cü ildə Qranik 333-də İstə baş verən döyüşdə iki döyüş. Qranik və İst döyüşləri. Hər iki döyüşdə qalib gələn Makedoniyalı İskəndər olacaq və sonuncu Əhəməni hökmdarı olan 3-cü Daranı ağır məğlubiyyətə uğradacaq. 334 Qranik 334 Qranik və 333 İst döyüş. Bu döyüşlərdən sonra Makedoniyalı İskəndər cənuba doğru irəliləyir. Asya ölkələri Suriya, Fələstini tutur. Burada ən çox direnç göstərən şəhər uşaqlar. Tir şəhəri. Tir şəhəri, belə deyək ki, Makedoniyalı İskəndərə qarşı Asya ölkələri içərisində ümumiyyətlə şərqdə ən güclü müqaməti göstərən şəhər olur. Ancaq çətin də olsa Makedoniyalı İskəndər Tir şəhərini də ələ keçirir. Daha sonra İskəndər davam edərək Misirə doğru irəliləyir və biz bilirik ki, Misir eradan əvvəl 332-ci ildə neyinir? Müqamətsiz bir şəkildə Makedoniyalı İskəndərə tabi olur və onu Firon və Tanrı adlandırırlar. İskəndər artıq Tanrı Firon adında aldı, qüdsandı. Türklər demiş, neyinir? Abratmı geriyə gəlir və 331. Həmən o məşhur döyüş. Söhbət Qavqamela döyüşündən gelir. Qavqamela döyüşü nəticəsində isə Makedoniyalı İskəndər 3-cü Daranı sonuncu dəfə ən ağır məğlubiyyətə düçar edir. 3-cü Dara ölkənin şərqinə doğru qaçır və daha sonra bildiyimiz kimi 330-cu ildə sui-qəsd nəticəsində öldürülür. Və beləliklə Əhəməni imperiyası tarixin tozlu səhifələrine qarışır və artıq şərqdə böyük bir Makedoniya imperiyası yaranmış olur. Makedoniya imperiyasının paytaxtı İskəndərin ən sevdiyi şəhər olan Babil şəhəri idi. Yadda saxlayaq. İskəndər bu şəhəri sevirdi və bu şəhəri ölkənin paytaxtı elan eləmişdi. İmperiyanın paytaxtı. Hansı şəhər? Babil şəhəri. Tamam, İskəndər qalib gəldikdən sonra şərqə doğru yürüşünü genişləndirir. Mərkəzi Asiyanı ələ keçirir, Midiyanı tutur və daha sonra bildiyimiz kimi Hindistana yürüş edir 327-də. Ancaq Hindistan yürüşündə qalibiyyət əldə edə bilmir. Bunun isə əsas iki səbəbi olur. 1. Hindistanlıların çox güclü müqavimət göstərməsi. İkinci səbəb isə ordunun artıq yorulması. Fikirləşin, 334-cü ildən yürüşə çıxmış bir ordu heç fasilə vermədən 327-ci ilə qədər İskəndərin arxası ilə 7-8 il boyu ailələrindən uzaq bir şəkildə döyüşürlər, ölürlər. Nə qədər müharibəni davam elətdirmək var? Təbii ki, İskəndərə qarşı çıxır əsgərləri və deyirlər ki, artıq geri qayıdaq. İskəndər isə məcbur olub geri qayıtmalı olur və ordusunu götürərək geriyə doğru gəlir. Lakin 323-cü ildə gənc yaşında, cəmi 36 yaşında dünyasını dəyişəcək. İskəndər 36 yoxsa 33, nəsə 33 yaş edir deyəsən. Tamam, onu hesablamaya vaxt yoxdur. Beləliklə İskəndər gənc yaşında dünyasını dəyişir və dəfn olunur. Ümumiyyətlə, indi isə baxırıq Makedoniya imperiyasının aqibətinə. İmperiyanı İskəndər yaratdı. Lakin 323-cü ildə o öldükdən sonra cəmi 1-2 il müddətində Perdikkə onu əlində saxlaya bilir. Tam şəkildə 321-ci ildə Makedoniya imperiyası parçalanır. Yerində 3 böyük dövlət yaranır. Makedoniya,
Misir və Suriya. Suriyanın digər bir adı isə Selevki dövləti olur. Selevki dövləti haqqında yəqin ki, Atropatena mövzusundan məlumatımız var. Bu dövlət necə meydana çıxmışdı? Makedoniya imperiyasının parçalanması nəticəsində. Neçə dövlət yarandı? 3. Makedoniya, Misir və Selevkilər. Davam edək buradan. Danışırıq biz nədən? Tamam. Selevkilər haqqında da məlumat verdik. İndi isə davam edək. Gələk biz buradan Makedoniyalı İskəndərin yürüşünün nəticələri barədə danışaq. Baxaq. Makedoniyalı İskəndərin yürüşü nəticəsində şərqdə elm mədəniyyəti yayıldı. Ümumiyyətlə, Yunan koloniyaları nəticəsində Aralıq dənizi sahilində biz dedik ki, elm mədəniyyəti yayılmışdı, doğrudurmu? Doğrudur. Və Makedoniyalı İskəndərin yürüşü nəticəsində şərqə doğru Yunan mədəniyyəti köç etməyə başlayır. Belə ki, Makedoniyalı İskəndər yeni ələ keçirdiyi ərazilərdə özünə dayaq yaratmaq, etnik dayaq yaratmaqdan ötəri Yunan və Makedoniyalılardan ibarət dəstələri gətirib burada köçürüb mərkəzləşdirir. Şəhərlər inşa edir və həmən şəhərlərə də çox vaxt öz adını elə Aleksandropol və yaxud bizim bildiyimiz adla İskəndəriyə adını verir. Həm Mərkəzi Asiyada, həm Hindistana yaxın ərazidə, həm Midiya ərazisində, həm Misirdə İskəndəriyə adlı bir neçə yüz şəhər inşa olunub, bir neçə yüz çox dedim, hadisə 100-ə yaxın bir şəhər deyək, tamam. Və bu şəhərlərin hər biri Yunan və Makedoniyalılar burada məskunlaşdırılır. Və yeni gələn Yunan və Makedoniyalıların mədəniyyəti digər xalqlara təsir göstərməyə başlayır. Yerli xalqlar artıq başlayırlar Yunanlılar kimi geyinməyə, Yunanlılar kimi rəftar etməyə, Yunanlıların mədəniyyətini mənimsəməyə, Yunan tanrılarını ibadət etməyə. Bunun Albaniya və Atropatenada biz təsirlərini, nəticələrini görmüşdük. Eyni ilə də digər ölkələrdə də yaxın şərqdə baş verən belə deyək işğallar nəticəsində, İskəndəriyə şəhərlərinin qurulması nəticəsində və Yunanlıların köçürülməsi nəticəsində elm mədəniyyəti şərqə yayılır. Tamam. Elm mədəniyyətində şərqə yayılır. Biz bir şəhər olan İskəndəriyə şəhəri haqqında məlumat verək. İskəndəriyə şəhəri Makedoniya imperiyasının parçalanması nəticəsində yaranan Misir dövlətinin paytaxtı olub və burada dünyanın 7 möcüzəsindən biri olan 140 metr hündürlüyündə olan bir mayak, İskəndəriyə mayakı yerləşir. Mayak yəqin ki, bilirsiniz nədir? Dənizlərdə böyük qüllələrdir, üzərində işıq paneli olur və sahilə çatan gəmiyə, məsəl üçün, belə deyək ki, nişandır. Oradan işığı görəndə gəmisi bilir ki, artıq sahilə yaxınlaşır. Tamam. Və bu dünyanın 7 möcüzəsindən də biridir. Bunu da yadımızda saxlayaq. İskəndəriyə mayakı o dövr üçün 140 metr hündürlüyündə bir, belə deyək, tikili idi. Tamam, İskəndəriyə şəhəri barədə biraz daha məlumat verək. İskəndəriyə şəhərində o dövrün böyük alimləri olan Arximed, Evkild, bu kimi riyaziyyatçılar, fizikaçılar yaşayıb, bir çox əsərlər yaradıb, yazıb qoymuşdurlar. Və həmçinin Musa tanrısından danışdıq az öncə tanrıda, Yunan mədəniyyətində tanrılarından, mifologiyasından danışanda və dedik Musa nədir? Elm incəsənət tanrısıdır. Və burada Muza tanrısının, Muza ilahəsinin şərəfinə muzey, muzey yox ha, Musey, Musey, Musa, Musey, Musey adlı, belə deyək ki, tikillər quraşdırılırdı, məbədlər daha doğrusu, Musey adlı məbədlər tikilirdi. Kimin şərəfinə? Musa, Muza tanrısı deyirlər, ancaq tikdiklərdə muzey yox, Musey adlanır. Muza tanrısına, elm və incəsənət tanrısına tapılmaqdan ötəri tikilən bir məbəd idi bunlarda. Və beləliklə Yunan mədəniyyəti, Makedoniya dövləti haqqında biz danışdıq. Yunan Əhəməni müharibələri nəticəsində danışdıq və axırda üzdük yekunlaşıb sona çatdıq. Biz bir görüşəcəyik inşallah Roma mövzusunun izahatında və ümid edirəm ki, izahatlarım sizin üçün faydalı olar. Sağ olun, salamat qalın.